Serbiyada hökumət əleyhinə etirazlar 3-cü gündür ki, davam edir. Etirazçılar növbədənkənar parlament seçkiləri tələb edir. Onların əsas hədəfi artıq 12 ildir hakimiyyətdə olan prezident Aleksandr Vučićdir. Təkcə şənbə günü Belqradın mərkəzinə toplaşanların sayı müstəqil müşahidəçilərə görə 140 min nəfəri ötüb. Kütləvi aksiyalar ötən ilin noyabrında Novi Sad şəhərində yenicə təmir olunmuş dəmir yolu vağzalının tavanının çökərək 16 nəfərin həyatına son qoyması ilə bağlıdır. Etirazçılar faciənin səbəbini dövlət səviyyəsində korrupsiyada axtarırlar. Gərginlik şənbə gecəsi pik həddə çatıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Etirazçılar isə daş və fişənglər atıblar. Rəsmi məlumata görə 48 polis və 22 mülki şəxs xəsarət alıb, 77 nəfər saxlanılıb. Vučić isə geri çəkilmir. O çıxışında etirazçıları terrorçular adlandırıb və bildirib ki, Serbiya zorakılıqla məhv edilə bilməz. Prezident daha çox həbslərin olacağını da açıq şəkildə bəyan edib. Ölkənin Daxili İşlər naziri Ivica Dačić aksiyanın xaricdən dəstəkləndiyini iddia etsə də, bu barədə heç bir sübut təqdim olunmayıb. Serbiyada dünən və sıra gün yaşanan və kütləvi etiraz aksiyaları təsiri bağışlayan, əslində belə də olan etiraz nümayişlərinin əsas səbəbi heç də rəsmən bəyan edildiyi kimi 2024-cü ilin noyabrın 6-sında Novi Sad şəhərində talvarın uçması nəticəsində 16 nəfərin həlak olması deyil. Əsas tələb Serbiya prezidenti Aleksandr Vučić qarşısında qoyulan tələb növbədənkənar və təxirə salınmaz fövqəladə parlament seçkilərinin keçirilməsi, habelə hakimiyyətin vədlərinin yerinə yetirilməsi, hökumətin istifası və ümumiyyətlə Serbiyada hakimiyyət və müxalifət konfigurasiyalarına yenidən baxılmasıdır. Serbiyada baş verənlər heç də xalqın etirazları kimi dəyərləndirilməməlidir. Burada Avropa İttifaqının Pan-Avropa təşkilatlarının və bir sıra beynəlxalq strukturların Serbiyadakı proseslərə daxildən sirayət etmək istəkləri və cəhdləri var. Məqsəd aydındır. Serbiya, Macaristan, Slovakiya 3 ölkə Pan-Avropa təşkilatlarına qarşı sərt müxalifətdə duran dövlətlərdir. Onlar Avropa İttifaqının, Avropa Komissiyasının, Avropa Parlament Şurasının və Avropa Parlamentinin qəbul etdiyi qərarlara kör-köranı yerinə yetirmək niyyətində deyirlər. Və bu səbəbdən də Slovakiyada, Macaristanda və Serbiyada nəyin bahasına olursa olsun hakimiyyət dəyişikliyi ssenarisi işə salınıb. Etirazların təşkilatçıları isə hökuməti vəziyyəti qəsdən radikallaşdırmaqda ittiham edir və bildirirlər ki, artıq bu ölkədə yaşananlara dözə bilmirik, biz azadlığımızı öz əlimizlə almalıyıq. Statın sonu.